Hamza salam. Kanalıma xoş estetik bir video çəkmək qismət deyil. Hamza salam, kanalıma yenidən xoş gəlmisiniz. Əgər yenisinizsə, məncə abunə olmağı unutmayın. Artıq abunəsinizsə də bəyənə bilərsiniz. Bu dəqiqə tam payız havası olduğundan, yağışın başlamasından və mənim də ən sevdiyim fəsllərdən biri olduğundan yararlanaraq, istifadə eləyərək arxa fonda payıza özəl bir şəkil qoydum və sizinlə söhbət aparmaq qərarına gəldim. Bu tip videoları özünüz məndən çox istədiniz. Mən də çəkirəm. Çünki həmişə deyirəm, mütləq istədiyiniz videoları mənə deyin. Söhbəti uzatmadan keçirəm bugünün mövzusuna. Bugünkü podkastımızda mövzu universitetin ilk günləridir. Universitetin ilk günlərini yaşamış biri olaraq onu demək istəyirəm ki, mən burdan nə edirəm, bəzən deyirsiniz. Çünki mən demişəm, demirsinizsə nə gözəl. Həmişə kimi burada bir topa qeydlər aparmışam ki, sizinlə müzakirə eləyək. Yox, sizlə FaceTime-dayıq. Yəni belə bir söhbət eləmək istəyirəm. İlk olaraq demək istəyirəm ki, artıq universitetə qəbul olmusunuzsa, hamını təbrik edirəm. Ümid edirəm ki, istədiyiniz tələbəlik həyatını yaşamış olarsınız. Həmişə universitetə daxil olmamışdan qabaq mənə deyirdilər ki, oyda tələbəlik həyatı, yəni ən gözəl dövrlərdən biridir. Deyirlər ki, hə, sən gözəl dövrlərin başladı falan filan. Tələbəlik illəri maraqlı idimi deyə bilərəm. Təbii ki, maraqlı idi. Məktəb yoxsa universitet desəz, universitet seçərəm. İstər daha çox azadlıq baxımından, istər də ki, bilmirəm, ümumiyyətlə vibe olaraq. Amma tələbəlik illəri, yəni belə çox böyük belə deyirdilər. Mənə elə gəldi, amma ətrafımdakı çox adam bunu deyir ki, yəni deyilən qədər, gözlədiyin qədər oyda tələbəlik həyatım başladı və yaxud da bitdi. Belə də deyildi məncə. Bu qədər də deyildi. O qədər abartılası deyildi. Oyda tələbəlik həyatı başladı, tələbəlik bunu deyə bir növ əslində yaxşı bir şey deməyə çalışırlar. Amma bir növdə bizi biraz nəsə sıxmış kimi gəlir ki, yəni həyatımda yeni bir səhifə açılır və mən heç bilmirəm ki, orada nə edəcəm, oradan necə baş çıxardacağam. Yəni bacaracağımı ümumiyyətlə hamının dediyi bu şeyi. Amma mənim ilk məsləhətim odur ki, gözünüzü bu qədər böyütməyin. Bitirmiş biri olaraq onu deyə bilərəm ki, o qədər abartılacaq tələbə həyatı deyilən bir şey yoxdur. Müəyyən müddət sonra o da sizin məktəb həyatınız kimi bir şey çevrilir və düzdür, həyatınızın daha çox böyüdüyü, özünüzü inkişaf elətdirdiyi zaman daxilidir. Amma ekstra böyüdülüb özünüz belə gərginliyə salası bir durum yoxdur. Universitetin ilk günlərində ən çox geyim və makiyajdan danışmaq istəyirəm. Makiyaj təbii ki, qızlara, amma geyim hamıya aiddir. Bəziləri var ki, universitetə başlamağın özlərini yeni bir insan olaraq aparmağı lazımdır deyə fikirləşir. Yəni mən universitetə başladım, mən yeni biri olmalıyam. Nədənsə narazı idinsə və onu çevirmək, dəyişmək istəyirsinizsə mükəmməl bir zamandır. Okay, stilində ola bilər, tərzində və ya da hər hansı bir xassiyyətini bilmirəm. Özündə bəyənmədiyin və ya doğrudan neqativ olan bir hal varsa, məncə yeni bir chapter, yeni bir fəsil deyək ki, açırsan, yaradırsan, özünü dəyişdirmək üçün yaxşı ola bilər. Amma razı olduğun şeyləri belə dəyişməyə dəyməz. Yəni geyim stilin müəyyən bir qədərsə, sən onu dəyişmək məcburiyyətində deyilsən. Bəzən universitetə gələndə sayırlar ki, oyda, yəni bura başqa cür getmək lazımdır. Burada başqa cür danışmaq lazımdır. Buradakı mən tamamilə fərqli olacaq. Nəyə görə? Zaten səni tanıyan insanlar sənə görə tanıyacaqlar və özünü çalışıb maskalayıb başqa biri kimi aparmağa çalışsan, müəyyən bir zaman sonra həqiqi özün üzə çıxacaq. Çünki insan özünü yəni nə qədərsə gizlədə bilmir. Ona görə digərlərinə fərqli gələcək. Özünüz olmağa çalışın. Birinci fikrim budur. Gəldik makiyaj və geyim məsələsinə. Gündəlik makiyajınız daha aşağı ola bilər. Yəni bəlkə də deyək ki, məktəb vaxtlarında o qədər istifadə eləməmisiniz. Mən özüm belə gündəlik makiyajı hal-hazırda çox az istifadə edirəm. Amma az istifadə edirsiniz və ya eləyə bilmirsinizsə, bunu hissə-hissə öyrəşə bilərsiniz. İstəsəz eləyə bilərsiniz, istəsəz çox az eləyə bilərsiniz. Hərənin öz fikri var, hərənin öz stili var, hərənin öz tərzi var. Və mən də burada deyəmərəm ki, makiyaj çəkmə. Və yaxud da ki, çox abartılı bir makiyaj elə. Absurddur, yəni hər kəsin özü nasıl olaraq dəyişir. Amma məsəl üçün makiyajı sevməyən birisənsə və yaxud özünü ondan narahat hiss edirsənsə, amma makiyaj çəkməliyəm, tam belə toy makiyajı deyirlər, linerlə, dodağın karandaşı, belə allıq deyirlər, highlighter, yəni bildiyin gündəlik makiyajı və toy makiyajı var. Bildiyim mən toy makiyajı deyirəm. Bunu çəkməyə ehtiyac yoxdur. Bəziləri düşünür ki, yox, bura universitetdir. Burada qəribə görünmək lazımdır, fərqli görünmək lazımdır. Amma özünü narahat hiss edir o makiyajı eləyib. Özünü vəziyyətə qoymağa ehtiyac yoxdur. Çünki universitetə gəlib bitirib biri olaraq onu deyə bilərəm ki, çox sadə makiyaj edən insanlar, ümumiyyətlə makiyaj eləməyən insanlar da var idi. Və mən dediyim o toy makiyajı eləyənlər ümumiyyətlə bizim qrupda yox idi. Amma universitet üzrə də dəhlizə çıxanda baxıram ki, bir-iki nəfər eləyir. Pis baxmıram. Hərənin öz fikri var.
Amma sən əgər elə biri deyilsənsə, amma özünü məcbur edib o çərçivəyə salmaq istəyirsənsə, məncə ehtiyac yoxdur. Əlavə qayğı çarpmamağa çalışın özünüzə. Daim özünüzü natural olaraq necə görürsünüzsə, necə makiyaj edirsinizsə, necə birisinizsə, yenə də eləyin. Əlavə toy makiyajına ehtiyac yoxdur. Geyimlərə gəldikdə, ən rahat olan geyiminiz yəni nədir, onu geyinməyə çalışın. Əgər sən özünü o geyimdə narahat hiss edirsənsə, deməli özün ola bilməyəcəksən həmin gün. Ona görə də geyimləri də yəni özünüzə görə eləməyə çalışın. Üçüncü olaraq onu demək istəyirəm ki, universitet günlərinin ilk günlərində, belə bir cümlə yoxdur. Universitet zamanının ilk dövrlərində oturub durduğunuz insanlar 100% demirəm, 60%, 70% sona qədər bitirəcəyiniz insanlar deyil. Yəni universitetin ilk günlərində tanış olduğunuz, yaxın qrup çevrəsi kimi hesab etdiyiniz insanlar sona qədər qalanlar olmur. Yəni bu sadəcə alışma dönəmində sizin biraz yaxın, daha özünüzü hiss etdiyiniz, ətrafınızı quruq deyil dairə. Əsasən o qrup tezliklə dağılır. Təbii ki, istisnalar da var, amma ümumi olaraq daha çox o qrup tezliklə dağılır və yeni birisi ilə əvəz olunur ki, siz 4 il boyunca o insanlarla daha çox oturub durursunuz. İlk gündən də öz kruqunu tapmış təbii ki, insanlar var, amma daha çox hələ siz hamı birini tanıyır deyə, anlamağa çalışır deyə hal-hazırda olduğunuz dost qrupu belə deyim, insanlar ətrafınız sizin sona qədər davam edəcəyiniz həmin o yaxın deyil. Ona görə də nəzərə alın. Nəzərə alın. Öz kruqunuzu, öz əhatənizi tapmaq o qədər vaxt çox çəkmir. İstər hansı bir qrup proyekti deyim və yaxud da dərs əsnasında və yaxud da söhbətləriniz, fikirləriniz əsasında, yumor hissiniz əsnasında mütləq şəkildə hansısa bir dostlar edinirsiniz, yəni. Amma hal-hazırda ilk gündən hamı ilə çox belə hər şey açım, danışım, səmimi olum. Yenə də öz fikrinizdir. Mən etməzdim, etməmişəm də. Razıda qalmışam etdiyim fikirdən. Yəni hamı ilə ilk birinci də bir həftənin içərisində hər tanıdığınız insana hər şey danışım, belə səmimi olum, da bütün sirlərimi açım töküm. Belə bir şey etməyə çalışmayın. Yenə deyirəm, zaman gəldikcə doğru insanları tapacaqsınız, görəcəksiniz və onlarla o kruqu yaradacaqsınız. Bu qədər. Bir dənə əsas məsələni burada danışmaq istəyirəm. Nədənsə universitetə daxil olan hər bir tələbə düşünür ki, mütləq şəkildə bu yeni bir iPhone-la, yeni bir nəsə bahalı bir aksesuarla universitetə getməlidir. Çünki hamı orada lüks olacaq, hamı orada dəhşətli, yəni bir şeylər olacaq. Elə olmur. Ətrafımızda çox uzaq da olsa, amma tanıdığım insanlar var ki, uşaqlar var ki, sözün əsl mənasında anasına, yəni ailəsinə, atasına məcburiyyət şəklində qoyur ki, mənə bu iPhone-un son modelini almalısınız. Çünki mən universitetə daxil olmuşam və mən ora hamı iPhone-dan gələcək, əllərinə təzə telefon olacaq hamının, iPhone-un son modeli olacaq. Mən də ora iPhone-dan getməliyəm. Mən getməsəm ilk gündən kənarda qalaram, nə bilim. Və buna görə sözün əsl mənasında, yəni ailəni məcbur eləyir. Yəni ailədə hal-hazırda imkanı yoxdur bunu almağa, düzdür? Amma uşaq məcburən, yəni dirəşib sifət eləyir, nə eləyir ki, o iPhone mənə alınmalıdır. Belə bir şey yoxdur. Özünüzü məcbur eləyib imkanınız çatmadığı şəkildə deyin və yaxud da narahat olduğunuz bir şeydə ki, mütləq hamı orada iPhone işlədir və yaxud da məsələn məndə iPhone bilmirəm, bəlkə başqa nəsə də mənim ətrafımda gördüyüm iPhone olub. Bir məcburiyyət yoxdur. Hə, telefon almaq, dəyişmək istəyirsiniz, imkanınız əlavə olaraq var, niyə də yox. Amma mütləq mənə yeni iPhone alınmalı, imkanımız olmasa belə kreditə girib onu götürməliyik deyə bir şey yoxdur. Narahat olmayın. Bir adamlara hərdən görəndə fikirləşirəm ki, niyə? Bəzən insanlar nə edirlərsə biz düşünürük ki, hə, mən də onu eləməliyəm. Və yaxud da trend kimi bir şey yaranır, amma o trendi əslində elə biz özümüz də yaratmış oluruq. Həmin o uşaq məsəl üçün hal-hazırda iPhone götürüb gedir, düzdür? Bir başqası ona baxır, iPhone aldırır, bir başqası da ona baxır, iPhone alır. Yəni, artıq gedir və deyir ki, hamı iPhone işlədir. Onun üçün də gəlir hamı iPhone alır. Onlara baxırıq ki, belə bir şey yayılıb, populyardır, amma əslində onların yaradıcısından da biri biz oluruq. Mənim fikrimcə belə şeylərə biraz takmamağa çalışın. Və aldığım çox suallar əsasən bu 2-3 gün ərzində mənə çoxunuz yazır ki, universitetin 1-ci kursundayam və bu arada təbrik edirəm. Çünki bəzilərinizdən DM üzərində də çox danışırıq, məsləhətlər alırsınız və yaxud da söhbət edirik. Mənə xoşdur, hər zaman demişəm. Kömək edə bilirəmsə niyə də yox. Yazırsınız ki, mən 1-ci dəfədən məni ən çox narahat edən dərslərdir. Ki, yəni mənə gəlir ki, buradakı dərs ortamı tamamilə fərqlidir məktəbdən və mən bunları başa düşməyəcəm. Təbii ki də fərqlidir. Çünki məktəblə universitet bir deyil. Universitet daha çox azadlıq var, universitet daha çox sizə artıq böyük kimi bir şəxsiyyət kimi yanaşırlar. Eyni zamanda daha çox çətin gəlir ki, bu normaldır. Siz cəmi bugün 3-cü gündə, yəni 3 gün dərsə getmisiniz və fikirləşirsiniz ki, o falan məsələn dərsi mən anlaya bilmirəm. Deyəsən bu məndən çətin olacaq. Ola bilsin ki, sizə biraz çətin olacaq. Hamı kimi, yəni düşünməyin ki, tək çətinlik yaşayan sizsiz. Tək
sizə çətin gəlir. İnsanda belə bir şey olur. Məndə də var ki, hərdən beynimə alıram ki, məsələn, hansı imtahana hazırlaşırdım, deyirəm ki, ayda heç hazırlaşa bilmirəm, çox çətindir falan. Həmişə amma sonra fikirləşirəm ki, hamı bu vəziyyətdədir. Yəni bir şey sənə çətin gəlirsə, hamı üçün yenidir, hamıya çətin gəlir. Yəni sən orada 3-cü kursların, 2-ci kursların arasında gedib oturmamısan ki, deyim artıq onlar dərsi bilirlər, sənin üçün təzədir, sən bilmirsən. Düzdür, kimsə daha çox tez götürə bilər, biraz bir gecə anlaya bilər, amma sən də gəl bura çıxmısansa, daha çox demək ki, onların səviyyəsindəsən və hamı üçün bu yeni bir dərsdir. Yəni hamıya çətin gəlir. Və ilk gündən o sistemə alışmaq, o ətraf aləmə alışmaq, o müəllimə alışmaq asan bir şey deyil. Tam əminliklə deyə bilərəm ki, bir aydan sonra sən biləcəksən ya çətindir, amma yəni sən onu anlamış olacaqsan. Onun öhdəsindən gəlməyi bacaracaqsan. Necə cavab vermək lazımdır, necə qiymət almaq lazımdır, necə imtahana hazırlaşmaq lazımdır. Bunlara yavaş-yavaş alışacaqsan. Sən çətindir, mən deyəsən kəsiləcəm. 3 gün ərzində bunu çox bilə bilmərsən. Ona görə tam əminlə deyirəm ki, rahat ol, relax ol, bilmədin sual ver. Bir də çox belə dağıma gəldi. Uşaqlar olur, düşünürlər ki, daha çox birinci kursda olur, o birisi kurslarda olmur əsasən. Fikirləşirlər ki, müəllimin gözünə girmək lazımdır. Yerli yersiz əl qaldırmaq, müəllimə sual vermək. Yəni sualın varsa təbii ki, ver, amma belə məsələn dəxilsiz də bu bloknot uşaqlar məsəl üçün deyək ki, müəllim bu kitabı göstərir. Deyir ki, bundan alın. Bundan almaq lazım. Uşağın bir əli qalır ki, nə rəngdə? Məsəl üçün dağıma gəlir. Rəng görünür də. Və yaxud da ki, konkret olaraq bilinən bir şey deyilir. Uşaq əlini qaldırıb bir dənə sual verməsin. Yəni sırf gözə girmək üçün. Belə şeylər eləməyə çalışır. Çünki həm əslində müəllimlər onu anlayırlar, həm də ki, ətrafdakı tələbə yoldaşlarınıza da cringe gəlmiş olur. Gözə girmək istəyirsiniz və yaxud da yaxşı tələbə olaraq almaq istəyirsinizsə qiymətlərdə falan. Zaten yaxşı oxuyub dərsə cavab verəndə bilinəcək, yəni. Boş şey, yəni başa bilirsiniz nə deməksə, lazımsız suallar verin, belə özümə atım. Belə şey eləməyə çalışmayın. Zaten vaxt gəldikcə hamı bilinir. Ən əsası bir də nə deyilir? Mənə elə gəlir ki, mən öz dost çevrəmi tapa bilməyəcəm və yaxud tək qalacam və yaxud da bilmirəm. Yəni introvert biriyəm, belə deyirlər. Mən əslində introvert biriyəm, yoxsa ekstrovert biriyəm? Əslində daha çox ekstrovert deyirlər. Amma introvert əslində məncə mən lazımlı yerlərdə introvert, lazımlı yerlərdə ekstrovert biriyəm. Çünki mən bunu araşdırandan sonra gördüm ki, hər ikisinə mənsub olan şəxslər var reallıqda. Yəni təkcə yalnız introvert, ekstro olma vəziyyətində deyilsən. Məsələn, elə yerlər var ki, mən orada birbaşa introvert alıram. Elə yerlər var ki, amma mən orada ən çox, ən böyük ekstrovert insan ola bilərəm. Mənə gəlir ki, bu olduğum ərazinin, mühitdən, insanlardan, çevrədən, orada olub-olmaq istəyimdən çox dəyişir. Siz də çalışdığınız qədər ekstrovert insanları görüb, ayda buna bax, gör nə yaxşı, hamı nə yaxşı tez ünsiyyətə girə bilir. Bunun dost çevrəsi yaxşı olacaq. Mən tək qaldım, kənarda qaldım. Belə şeylər fikirləşib özünüzü qətiyyən yormayın, incitməyin. O tip insandırsa, nə gözəl, özünə uyğun tip insanlar oturacaq. Sizə də uyğun olan insanlar olacaq ki, siz də öz dost çevrənizi yaratmış olacaqsınız. Dostsuz qalacağam, kənarda qalacağam, tək qalacağam. Bura məktəb deyil. Məktəb dövrlərindən də bir video gələcək ki, belə təklənmək və yaxud da ki, bullying falan bu tip videolardan olacaq podkast mövzu söhbətlərimdə. Amma universitetdə belə şeylər olmur. Başdınız. Və istər-istəməz öz dost çevrənizi tapmış olacaqsınız. Yəni onun üçün demək istəyirəm ki, buranı məktəbdən qarışdırmayın və heç qətiyyən narahat olmayın ki, ay 3 gün keçdi, mən heç kimlə dost ola bilmədim, heç kim tapa bilmədim, öz ətrafımı qura bilmədim. Narahat olmayın. Hər şey özünüz belə, yəni fikirləşirsiniz ki, necə oldu, yəni artıq mənim özümə görə bir çevrəm var. Qeyri-ixtiyari qurulacaq. Başqa əlavə nə edə bilərəm universitet dövründə? Təşkilatlar olur, qruplar olur, könüllülük kimi, eyni zamanda könüllü olmasın, təşkilat kimi universitet daxili şeylər olur. Onlara qoşula bilərsiniz, qatıla bilərsiniz, dost çevrənizi oradan da artıra bilərsiniz. Eyni zamanda yuxarı kurslardan və s. mentorlarınız varsa və yaxud da ümumi yuxarı kurslardan məlumatlar əldə edə bilərsiniz dərslər barədə, həm də ki müəllimləriniz barədə. Ola bilsin ki, hansı bir müəllim sizə maraq gələrkən bu necə tip insandır, hansı nə tipdə cavab verəndə daha çox xoşlayır və s. qiymətləri verir. İnsan xarakteri haqqında da yuxarı kurslardan çox məsləhətlər ala bilərsiniz. Çalışın onların əlaqəni yaxşı saxlayın. Videonu çox uzatmaq istəmirəm. Mənə sizdən çoxlu sayda gələn bu mesajlardan onu anladım ki, hal-hazırda bu videoya ehtiyacınız var idi. Biraz həm sizi motivasiya, həm biraz sakitləşdirmək, həm də ki öz təcrübəmə əsasən biraz məsləhətlərdən vermək istədim. Başqa video fikirləriniz, ideyalarınız, suallarınız da var. Hamısını yazıram, saxlamışam, narahat olmayın. Hamınıza bol-bol uğurlar arzulayıram. Bunu bacaracaqsınız. Bacaracaqsınız deyəndə ki, yəni mən artıq imtahan falan deyil, bu imtahana hazırlaşmaq şey deyil, motivasiyası deyil. Artıq bacarmısınız zaten oradasınız. Öyrəşmək, alışmaq, adaptasiya olmaq heç də çətin bir şey deyil.
İnanın mənə 2 ay sonra sizə ora aydın bir şey kimi gələcək. Mən buna görə gərginləşmişdim ki, universitet adaptasiya olmaq var falan. Özünüz olun. Sadəcə bir dənə bunu demək istəyirəm ki, özünüz olun. İstər geyiminizdə, istər danışıq tərzinizdə, istər görünüşünüzdə, istər xarakterinizdə özünüz olun. Çünki özünüz olaraq daha gözəlsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı unutmayın. Eyni zamanda Instagram və TikTokumu da izləyin ki, növbəti videoları görəsiniz. Həftədə 2 dəfə video yükləyirəm. Onun üçün zəng səsini də açıq qoyun ki, sizə mütləq şəkildə video gəlsin. İngilis dilində necə evdə özünüz öyrənə bilərsiniz, danışığı, listeningi videonu demişdim. 6-cı gün gələcək. İzləməyi unutmayın.